Bismillahirrahmanirrahim. أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نورا يمشي به في الناس كمن مثله في الظلمات ليس بخارج منها كذلك زين للكافرين ما كانوا يعملون. Rəhman və Rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində yenidən hər birinizi xoş gördük. Bu gün də Quran-ı Kərimin fərqli bir ayəsi işığında əsr-i səadətdə yaşanmış və hekayələrindən birini sizinlə bölüşmək istəyirəm. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin ümmətin Fironu adlandırdığı Əbu Cəhil Allah və Rəsuluna qarşı etdiyi düşmənçiliklə heç də Fironlardan geri qalmırdı. Ona olmazın əziyyətlərini edir, təhqirlərinin ardı arası kəsilmirdi. Bir gün Əbu Cəhil Həzrət Peyğəmbərin üzərinə heyvan peyini ataraq onu təhqir edir. Bu iyrənc hadisəni ovdan yeni qayıtmış Həzrət Həmzəyə xəbər verirlər. Həzrət Həmzə hələ o vaxt İslamı qəbul etməmişdi. Lakin eşitdiyi bu xəbərdən dərhal Əbu Cəhilin yanına gedərək əlindəki yay ilə onun başına zərbə endirir, onun başı yarılır, üzü gözü qanla bulaşır. Həzrət Həmzənin güclü səsi qarşısında Əbu Cəhil qorxaraq yalvarmağa başlayır. Ey Həmzə, onun gətirdiyini görmüsənmi? O bizi ağılsızlıqla ittiham edir, ilahlarımıza dil uzadır, atalarımıza qarşı çıxır deyir. Həzrət Həmzənin cavabı isə qəti və sarsıdıcı olur. Sizdən daha ağılsız, daha düşüncəsiz kim ola bilər ki, Allahı qoyub daşlara ibadət edirsiniz? Mən şahidlik edirəm ki, Allahdan başqa Allah yoxdur. Onun şəriki, bənzəri, oxşarı yoxdur. Muhammed Allahın Rəsulu və elçisidir. Təbii ki, bu sözlərdən sonra Həzrət Həmzə iman gətirənlərin sırasına qatılır və qəlbi iman nuru ilə dirilir. Bu hadisədən sonra uca Rəbbimiz Həzrət Cəbrail əleyhissalam vasitəsilə Peyğəmbərinə Ənam surəsinin 122-ci ayəsini nazil edir. Uca Allah uca olan ayəsində belə buyurur: Ölükən diriltdiyimiz və insanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı? Əziz və dəyərli dostlar, uca Allah Həzrət Həmzənin dirilişi, oyanışı kimi bizim də bu mübarək Ramazan günlərinə xatir qəlblərimizi və ruhlarımızı yenidən oyasın. Bu aylarda, bu mübarək fəzilət dolu günlərdə imanın dadını dadmağı hər birimizə nəsib etsin inşallah.